Salam müəllimlər. Bugün sizlərə daha bir uyğunlaşdırma sualını təqdim edirəm. Və sualla tanış olduqdan sonra məsləhət görürəm ki, videonu saxlayın, özlüyünüzdə bir cavab seçimi edin, daha sonra isə cavabı öyrənmək üçün izahı dinləyin. Deməli, sualımız nəyə aiddir müəllimlər? Biz 7-ci sinifdə balığın isteğmalı balıq yeməkləri mövzusu keçmişik. Orada balıq yeməklərinin müxtəlif üsullarını öyrənirik. Və biz bilirik ki, balığın isteğmal üsulları qaynadılma, buğda bişirilmə, qızardılma, pörtlətmə, sobada və közdə bişirilmədir. Burada isə həmin üsullardan sadəcə üçünü veribdir. Buxarda bişirilmə, pörtlətmə və qaynadılma. Aşağı hissədə isə onlara aid şəkillər verilmişdir ki, biz bunların hansı şəklin, hansı üsula aid olduğunu tapmalıyıq. Deməli, baxırıq müəllimlər birinci şəkilə, A şəklinə baxaq. A şəklində biz nə görürük? Qazanın içərisində müxtəlif balıq tikələri var və üzərində dəfnə yarpağı da var və yarpaqlar suyun üzündə durub. Deməli, bu üsul sizcə bunlardan hansı ola bilər və burada suyun çox olduğu görülür. Və burada verilən 3 üsuldan buxarda bişmə, pörtlətmə və qaynatma üsulunda sizcə hansında daha çox sudan istifadə olunar? Təbii ki də qaynadılma, yəni biz hər hansısa bir tərəvəz olsun, ət olsun və yaxud da hər hansısa bir qida məhsulunu qaynadarkən qaynatma üsulunda sudan istifadə edirik. Və qaynadılma üsulunda balığı qaynadarkən biz suyu elə əlavə etməliyik ki, su balığın üzərini 1-2 sm örtməli idi. Həmçinin bu hissəni mən paxlalların bişirilməsi ilə də inteqrasiya edim. O hissədə də yadınızda qalsın. Paxlalları bişirəndə isə paxlalların üzərini su cəmi 1 sm örtürdü. Amma qaynadılma üsulunda isə 1-2 sm örtür. Deməli müəllimlər, biz burada suyun çoxluğundan, həmçinin də suyun üzərində olan dəfnə yarpaqlarından bilirik ki, A şəkli hansına aiddir? Qaynadılma üsuluna aiddir. Yəni 3-ə A aiddir. Sonra isə baxaq B şəklinə. B şəklində biz nə görürük? Yenə də burada qazandır və qazanın içərisində həm balıq tikələri var, həmçinin də bəzi tərəvəzləri də görürsünüz. Bu isə müəllimlər pörtlədilmə üsuluna aiddir. Pörtlədilmə balıq yeməklərinin ən geniş yayılmış üsullarından biridir. Bu məlumat təzə kitablarda yoxdur, amma köhnə kitablarda var. Təzə kitabda da pörtlətmə haqqında çox qısa bir məlumat verilmişdi ki, yəni pörtlədilmə üçün sadəcə soslar və ədviyyatlardan istifadə olunur, həmçinin də bu şəkil verilmişdi. Deməli, B şəkli pörtlətməyə aid olacaq. 2B-dir. Sonra isə C şəklinə baxaq müəllimlər. C şəklini də elə görünüşündən tapmaq çox rahatdır. Nəyə görə? Çünki biz burada nə görürük? Balıq tikələri görürük, həmçinin limon dilimləri görürük. Buxarda bişirilmədə sonda duz, ədviyyat və limon istifadə olunurdu. Baxın, həmin cümləni bilən bir müəllimlər bu şəkilə baxan kimi deyəcək ki, bəli, bu buxarda bişirilmədir. Necə ki, qaynadılma üsulunda olan şəkildə görürsünüz, üzərində dəfnə yarpağı var. Biləndə ki, dəfnə yarpağı qaynadılma üsulunda istifadə olunur, həmin şəkilə baxan kimi onu tapmaq mümkündür. Burada da C şəklində elə bu limon dilimlərindən, həmçinin balıqların üzərinə suyun çıxmamasından, yəni burada suyun az olmasından bilirik ki, bu buxarda bişirilmədir. Yəni, birə də C şəklinə aid edirik. Və həmçinin buxarda bişirilmə ilə qaynadılmanı müqayisə etsək, müəllimlər, buxarda bişirmədə daha az sudan istifadə olunur. Yəni, 1 kiloqram balığa 1,5 stəkan su əlavə edilir. Amma qaynadılmada isə 1 kiloqram balığa 1 litr su əlavə etməklə bişirilir. Deməli, burada doğru cavabımız nə olacaq? 1C, 2B, 3 isə A. 1C, 2B, 3A. Doğru cavabımız olacaq D variantı. Belə müəllimlər, sualımızın izahı bu qədər. Bu və ya digər daha mükəmməl şəkildə testlərdən faydalanmaq istəyirsinizsə, testləri özünüz işləmək istəyirsinizsə, özünüzü imtahana tam hazır şəkildə hiss etmək istəyirsinizsə, bu zaman dərslərimizə qoşula bilərsiniz.